Ya Zəlcələli və İkram, ya Hayy ya Qayyum, səndən diləyirik. Şəhadət edirik sən Allahsan, səndən başqa ibadətül haqq məbud yoxdur. Sən təksən, heç kəsə möhtac qalmayan, doğmayıb doğulmayan və tayı bənzəri olmayansan. Ya Zəlcələli və İkram, ya Hayy ya Qayyum, sənə yalvarıq, həm sənədir. Səndən başqa ibadət haqq məbud yoxdur. Təksən, heç bir şərikin yoxdur. Ya məndən, ey göylər, yerlər yaradan, ya Zəlcələli və İkram, ya Hayy ya Qayyum, səndən cənnəti diləyirik. Ey Rəbbimiz, sənin sonsuz salamın xeyirdan olsun Peyğəmbərimizə, onun əhl-i beytinə. Allahım, sənə həmd olsun, ey Rəbbimiz, sənə həmd edirik bu gözəl nemətlərə görə. Səndən istəyirik, ey Rəbbimiz, ruzumuzu bol, bərəkətli elə, ey Rəbbimiz, ey nemətlər verən. Sənə yaraşan nemətlər ver bizə, Allahım. Gələcəkdə bizi ağladacaq, bəlalardan, müsibətlərdən, dərdlərdən uzaq eylə. Ən xeyirli bildiyin xeyirləri bizə yaxın eylə, ey Rəbbimiz. Sənin mərhəmətinə möhtac olan zəif, fağır qullarınıq. Səndən istəyirik, ey Rəbbimiz. Öz lütfünlə bizləri başqalarına möhtac etmə, ey Rəbbimiz. Dualarımızı qəbul elə, sıxıntılarımızı aradan qaldır. Ey Nuhun duasını qəbul edib ona yardım edən, ey İbrahimi yardım edən və atəşi sərin edən, ey Rəbbimiz. Biz də, ey Yunusu duasını qəbul edən, onu sıxıntıdan xilas edən, biz də Yunus kimi, Peyğəmbər kimi sənə dualar edirik, ey Rəbbimiz. Dualarımızı qəbul eylə, ya Qaffar, valideynlərimizi bağışla, məkanlarını cənnət eylə, həyatda olanlara ömrünü uzun, xeyli, bərəkətli eylə. Kimin nə istəyarsı varsa, istək arzusuna çatdır, nemətlərini artır bizə, bərəkətli eylə. Ya Fəttah, bir-birindən gözəl, xeyli qapılar aç üzümüzə, hər işdə bizə xeylisi nəsib eylə, bizə salih övladlar bəxş eylə, ailələrimizə xoşbəxtlik ver, subaylarımıza evli qapılarını aç, xeyirli, evli nəsib eylə. Ya Xaliq, ya Xallaq, sən bizi yaratmısan, sıxıntılarımızı hər kəsdən daha yaxşı bilirsən. Bütün işlər aqibətimizi yaxşılaşdır. Dünya rüsvayçılığından və axirə əzabından bizi qoru. Biz səndən istəyirik. Sən bizi ali baş komandanımız, rəhbərimiz İlham Əliyev və ailəsini qoru. Ona daim sağlam, uzun və bərəkətli ömür nəsib eylə. İşlərini daim müvəffəq, qərarlarında sabit eylə. Daim ona qətiyyət ver, başını hər zaman uca eylə. Çünki gecə-gündüz yorulmadan xalqının əminamanlığı, dövlətinin qüdrəti üçün çalışan rəhbərimizi qüdrətinlə hifz eylə. Ey rəhməti və kərəmli Allahım, ümumi liderimiz, xalqımızın dahi oğlu Heydər Əliyev ruhunu nur içində et, ruhunu şad eylə, ey Rəbbimiz. Qəbrini cənnət bağlarından bir bağ eylə, ey Rəbbimiz. Çünki o millətin azadlığına, dövlətimizin güclənməsinə, xalqımızın birliyinə həsr etdi ömrünü, ey Rəbbimiz. Rəhbərimizin anası mərhum Zərifə xanıma qəni-qəni rəhmət eylə, ruhunu şad eylə, məqamını uca eylə, qəbrini nurla doldur, ey Rəbbimiz. Əskərlərimizi qoru, sağ-salamat ailələrini qovuşdur, şəhidlərimizə qəni-qəni rəhmət eylə, ey Rəbbimiz. Ölkəmizin əmin-amalını qoruyan hüquq-mühafizə orqanlarını qoru, ey Rəbbimiz. Onlar vətənimizin təhlükəsiz sabitliyi üçün fədakarla xidmət edirlər. Sən də onları qoru, ailələrini qoru, ey Rəbbimiz. Sənə dualarımızı qəbul eylə. Sən hər şeyə qadirsən, duaları qəbul edənsən. Kimin borcu varsa, borclarını ödəməyə yardım eylə. Kimin sıxıntısı varsa, sıxıntılarını aradan qaldır bu gözəl gecədə, ey Rəbbimiz. Arzularımızı həyata keçir, xəstəmizə şəfa ver. Vəfat edənlər rəhm eylə, qəriblərimizi sevindir. Bizi həm dünyada, həm axirətdə qəbul olunanlardan eylə, ey rəhmlərin ən rəhmlisi. Bizə öz mərhəmətinlə davran. Ey ruzu verən, ey Kərim Allah, bizə halal, pak, bərəkətli ruzu ver, ey Rəbbimiz. Biz yalnız sənin lütfünlə varlandır. Biz səndən başqasına möhtac etmə. Ey Rəbbimiz, ruzunun qapılarını üzümüzü aç, işlərimizi asanlaşdır. Malımızda, mülkümüzdə, əməllərimizdə bizə bərəkət ver. Bizi sənin sevdiyin və razı olduğun işlərdə müvəffəq eylə. Ey Rəbbimiz, sənə dualar edirik. Dinləyicilərlə də bərabər bu gözəl əminamanlıq yurdunda aminlər deyirik, dualar edirik, adını uca tuturuq, sənin Peyğəmbərinə salavat gətiririk, ey Rəbbimiz. Dualara amin deyənləri bütün xalqımızı sevindir. Amin, amin, amin.